Bu gün sizləri kanalımda xoş gördüm. Bu gün sizlərə məktəbə hazırlaşırıq kitabını izah edəcəyəm. Gəlin başlayaq qaldığımız yerdən. Deməli biz bu gün sizinlə I hərfini keçəcəyik. Deməli biz bilirik ki, I hərfi ilə heç bir söz gəlmir. I hərfi sözün ya ortasında ya da sonunda işlənir. Gəlin bu gün I hərfimizlə tanış olaq. I hərfi və səsi ilə tanış ol. I və böyük I və kiçik I hərflərini xətt üzə çək. Gəlin. Gəlin çəkək. Baxın, belə çəkdik. Böyük I-ni elə bir ki, sadəcə çubuq çəkirsiniz. Balacasını isə belə çəkirsiniz. Zaten xətt üzrə də göstərir. Baxın, belə çəkirsiniz. Mən sizə birini nümunə olaraq göstərdim. Qalanları isə birinciyə uyğun edəcəksiniz. Hərfləri xətt üzə çək. Şəkillərdə təsvir olduğunu söylə. Bu sözlərin tərkibindəki səsin I yaxud I olduğunu müəyyən et. İt. Gəlin ilk öncə bunları xətt üzə çəkək. Böyük, kiçik. Böyük I, kiçik I. İt. İ ilə başlayır. Pişik. Ortasında I gəlir. Bığ. I ilə I ortasında gəlir. Qayıq. I ortasında gəlir. Bu isə martıdır. Sonunda I hərfi gəlir. Deməli, böyük I hərfinə heç biri uyğun gəlmir. İndi isə keçək hattaki tapşırığımıza. Deyir ki, rənglərin adını söylə. Sözlərin sonundakı səsin I yaxud I olduğunu müəyyən et və rəngli dairədə həmin hərfi yaz. Deməli, bu qırmızıdır. Qırmızıdır. İkincisi sarıdır. Həm qırmızı I ilə bitir. Sarı I ilə bitir. Mavi I ilə bitir. Qəhvəyi isə I ilə bitir. Çəhrayı I ilə. Deməli biz müəyyən elədik ki, qırmızı I ilə sarı I, mavi və qəhvəyi I, çəhrayı isə I ilə bitir. Yenə aşağıda bir hüsnü xətimiz var. Bu səfər I hərfini yazacağıq. Bu səfər sizə I hərfini göstərəcəm. Deməli, baxın, belə edirsiniz. Belə edirsiniz. Sağ olun, yeni dərs videolarında görüşənədək.